Söz bazamı artırmalıyam. Qrammatikanı bilirəm, lüğətim zəifdir. Sözlər yadımda qalmır, ona görə danışa bilmirəm. Bu sözləri deyənimiz az deyil. Düzün deyək, ingilis dilini öyrənmək istəyənlərin 99%-i lüğət zəifliyinə əziyyət çəkir. Qaydanı bilirəm, sözləri bilmirəm. Soruşanlara niyə söz öyrənmirsən? Həmişə eyni cavablar gəlir. Əzbər deyə bilirəm, amma cümlə quranda yadıma gəlmir. Cümlədə yerləşdirə bilmirəm, cümləni qura bilmirəm. Yadımdan tez-tez çıxır. Məsələ bundadır ki, çox şagird, çox tələbə hələ söz öyrənməyin klassik metodunu işlədir. Hər hansı sadə dərslik kitabını oxuyurlar. Orada hər unitdə falan balaca qutuda lüğət hissəsinə sözlər olur. Yazırlar öz lüğət dəftərinə. 3-4 dəfə oxuyursan, sonra dəftərin tərcümələr olan hissəsini, o tərcümələr yazdığın hissəsini əlinlə bağlayırsan, lap öz-özünə sözləri təkrarlayırsan. Nə yalan deyim, mənim də elə vaxtlarım olub. Sonra lap dərsə gedirsən, hamısına cavab verirsən, çoxunu düz bilirsən, tapşırıqlarını işləyirsən. Yeni dərsdir, başlayırsan təzə sözlər yazmağa. Əvvəlkilər qaldımı qırağa, heç yerdə eşitmirsən, heç yerdə görmürsən, demirsən, oxumursan. Bu sözləri bir dəfə öyrəndiniz, sonra təzə mövzu gəldi, təzə sözlər öyrənməyə başladıq. Əvvəlki sözlər qaldı qırağa. Nəticədə nə olur? Səncə bu yolla dil öyrənmək nə qədər realdır? Dil öyrənəndə ən vacib, ən gözdən qaçan komponent budur. Aktiv, gündəlik təkrar. Və bunu deyəndə təkcə sözləri təkrar əzbər öyrənməkdən söhbət getmir. Göz yaddaşı deyilən bir şey var, düzdür. Amma bu tək yadda saxlama yolu deyil ki. Elə adam var sözü eşitdikcə yadına saxlayır. Elə adam var sözü dedikcə dilinə yatır. Mənə qalsa ən yaxşı yol bulan hamısını birdən eləməkdir. Özün də fikirləş. Hansısa bir söz götürək. Məsələn, wonder sözü. Təsəvvür eləmək deməkdir. Bu sözü lüğətvə yazdın, əzbərlədin, nə isə. Təsəvvür elə ki, bu sözü bir həftə ərzində 10 fərqli cümlədə gördün. Tapşırıq işləyəndə 5 yerdə elədin və Kanye West'in mahnısı var, I Wonder, ona 4-5 dəfə qulaq asdın. Özün də sözü 3 fərqli cümlədə işlətdin. Məsələn, kimlənsə danışanda cümləyə qoydun ya da sadəcə oturdun dedin ki, hə mən bu lüğətimdəki sözləri cümlələrdə işlətməyə çalışacağam ya tapşırıqlarda işlədin. Bu sözü bu qədər işlədəndən sonra artıq istəsən də yadında qalacaq, istəməsən də. Bir işi çox görəndə və əsas hər gün görəndə vərdişə çevrilir. Dillə də eynidir. Dildən nə qədər danışsan, o qədər çətinlik yox, vərdiş kimi gələcək. Bir sözü nə qədər görsən və təkcə görsən yox, əzbərləsən yox. Nə qədər desən, nə qədər eşitsən, nə qədər istifadə eləsən, o sözü işlətmək o qədər vərdişə çevriləcək. Məsələn, necə ki Azərbaycan dilində də bəzi sözlər var ki, çox deyirsən, dilvə yatır, sonra başlayırsan hər yerdə deməyə. Məsələn sözün bu videoya gör nə qədər işlətmişəm. Arxaya qaytarsaq gör nə qədər demişəm, özüm də bilmirəm. Yəni bu məsələn sözü mən işlətmişəm, dilimə yatıb olub vərdiş. İndi o söz deyəndə heç fikirləşmirəm, avtomatik deyirəm. Təsəvvür elə ingilis dilindəki sözlər də sənə vərdiş kimi gəlir. Danışanda hər sözü fikirləşib tapmaq lazım gəlmir. Dil axıcı olur, səlis və sərbəst olur. Əsas məqsəd budur. Buna görə də günə 50 söz öyrənib, həftədə 2 dəfə hazırlığa gedib 3 aya ingilis dilini səlis öyrənməyə çalışmaqdansa, çox adam belə eləyir də, bir dənə lüğət dəftəri tutur, nəsə random bir kitab tapır ya da internetdən nəsə söz siyahısı tapır, başlayır hər günə 30 dənə söz öyrənəcəm, başlayır lüğətə yazmağa, əzbərləməyə. Sonra deyir ki, oyda 3 aya, 4 aya mən ingilis dilini səlis öyrənə bilərəm, IELTS-dan 6.5, 7 bal yığa bilərəm. Sən ingilis dilini belə tələsdirib əzbər öyrənməyə çalışmaqdansa, günə 5 söz, 10 söz öyrən, amma sözləri tam öyrən. Əzbər kimi öyrən. Vərdiş kimi öyrən. Yenə deyirəm, dildə çox başqa işlər kimidir. Vərdişə çevirmək lazımdır. Sən məsələn 2 aya, 3 aya çoxlu söz öyrəndin, çoxlu qrammatika öyrəndin. Sən bunu hər gün işlətmirsənsə, aktiv işlətmirsən, məsələn ingilis dilində mahnılara qulaq asmırsan, ingilis dilində videolara baxmırsan, ingilis dilində danışmırsan, ingilis dilində kitablar oxumursan, sən nə qədər də eləsən, bu əzbərçilik yaddan çıxacaq. Sənin üçün dil rahat bir şey deyil. Elə ki müharibə aparırsan özündən ki, dil yadında qalsın, beynivə salmağa çalışırsan. Və hər gün ki işləmirsən bunun üstündə yadından çıxır, gedir. Sonra deyirsən ki, mən niyə lüğət öyrənə bilmirəm? Sonra deyirsən, mən bu sözləri niyə cümlədə qura bilmirəm? Cümlə strukturu qurmaq niyə yoxdur? Məsələn, sözləri əzbər bilirəm, amma danışanda ağlıma gəlmir, danışanda çaşıram. Kimsə ingilis dilində danışanda qulaq asıram, hamısını başa düşə bilmirəm. Halbuki sözlərin hamısını bilirəm. Buna görədir, çünki vərdiş kimi deyil, əzbər kimi öyrəndi ingilis dilini. Nə qədər istəsən də ki, hə ingilis dilini tez öyrənim, çalışım, hamısını çatdırım, 3 aya, 5 aya, 6 aya, nə bilim, nə qədər aya, nə məqsəd qoymusan qabağa. Düzün deyək, yəni dil öyrənmək uzun bir prosesdir. Həm uzun prosesdir, həm də gündəlik zəhmət tələb eləyir. Yəni bu dil belə bir şey deyil ki, 10 dənə, 15 dənə, 20 dənə qayda var, filan qədər söz var, bunları öyrəndin, bitdi. Yəni sözü bildin, qaydanı öyrəndin, bitdi. Belə bir şey deyil. İngilis dilində danışan insanı başa düşmək var, ingilis dilində qulaq asıb başa düşmək, ingilis dilində oxumağı səlis eləmək var, ingilis dilində cümlə qurmağı bacarmaq var, ingilis dilində danışmağı bacarmaq var. Bu şeylər hamısı praktika ilə gəlir, hamısı gündəlik təkrarla gəlir. Ona görə çalış əzbər öyrənmə, vərdiş kimi öyrən. Söz öyrəndə başqa bir problem də səhv sözləri öyrənməkdir. İngilis dilində 1 milyona yaxın söz var və 200 minə yaxını gündəlik həyatda işlək sayılır. Reallıqda isə ingilis dilində fikrini rahat izah eləmək üçün 2000-4000 arası söz tam yetərdir.
Və əgər 4000-6000 arası və ya daha çox söz bilirsənsə, tam səlis ingiliscə danışa bilirsən. Bəs yaxşı, necə olur ki, bu qədər az söz bilmək bəs olur, amma ingilis dili bu qədər zəngin dil sayılır? Cavab: frazalar. İngilis dilində 5000 və 10000 arası frazal söz var. Bu əsas nitq hissəsinin yanına ön söz qoymaqla yaranan yeni mənalı sözlərə deyilir. Bunlara preposition da deyilir. Əgər fikir versən, həqiqətən də görərsən. İngilis dilində frazalara çox yer verilir. Hətta bir çox söz var ki, onların ingilis dilində söz forması işlədilmir, fraza forması işlədilir. Kimlənsə görüşəndə hang out ya da meet up, kimlənsə xəbərləşəndə, hal-əhval falan soruşanda catch up, sözünü davam elə deyəndə go on, nə isə həyəcanla gözləyəndə look forward to. Frazalar ingilis dili üçün çox normal və geniş yayılmış bir şeydir. Həm də çox istifadə olunur. Üstəlik, bu frazaların çoxu hamımızın bildiyi sadə feillər və söz önləri ilə yaranır. Put, take, make, look, go, get. Təkcə bu sözlərlə saysız hesabsız frazal feil yaratmaq olar. Bu sözləri və söz önlərin on, at, in, up, down, out, from, in, bunları işlətməyi bacarmalısan. İndi soruşa bilərsən, mən bu frazaları hardan tapıb, necə öyrənim? Bundan mən sənə kömək eləyə bilərəm. Ekrana nömrə yerləşdirəcəm. Bu nömrəni videonun altında təsvir bölməsinə və şərhlərə də qoyacağam. Bu nömrəyə WhatsApp-dan fraza sözünü yaz və mən sənə ingilis dilində ən çox işlədilən fraza feillərin siyah şəklində göndərəcəm. Hamısının tərcüməsini verəcəm, mənasını yazacağam və hər bir frazanı bir cümlədə işlədəcəm ki, nümunə olaraq görə biləsən. Dediyim kimi, ekrandakı nömrəyə WhatsApp-dan yaz və sənə həm siyahını, həm də bütün gələcək yenilikləri paylaşacağam. Lüğət öyrənəndə edilən səhvlərdən biri də cümlə strukturuna fikir verməməkdir. İnsanlar o qədər söz öyrənmək, söz bazası artırmaq, lüğət artırmaq o qədər buna fokuslanıb ki, heç fikirləşmir ki, yaxşı, bu qədər sözü biləm, mən bunu cümlədə necə işlədəcəm? Cümlə strukturunu, cümlə quruluşunu heç öyrənmirlər. Düzdür, qrammatika öyrənirsən, hə, zamanlar belədir, nə bilim, sifətin üstünlük dərəcəsi, nə bilim, nə dərəcəsi, bunlar belə keçdi. Amma cümlənin özünü qurmağa gələndə heç cür qura bilmirlər. Bu da insanların çox gözündən qaçan bir məsələdir. Sən nə qədər söz bilirsən bil, cümlə qura bilmirsənsə heç bir faydası yoxdur. Çox az faydası var. Hətta ingilis dilinin dim toplusunda belə, dim toplu test kitabında belə bir mövzu var. Making up sentences. Heyf ki, mən yadımda qalana qədər orada çox az sual, yəni 100 neçə sual var orada cəmi. Amma yenə də belə bir mövzu var, o suallarda işləyə bilərsiniz. Bunun üçün mənim məsləhətim nə olar? Daha çox kitab oxumaq. Düzdür, çətin gələ bilər. Birincisi ingilis dilində kitabı harda tapım, ikincisi öz səviyyəmə uyğun olan kitabları hardan tapım. Yəni öz səviyyəyə uyğun olan kitabları tapmaq üçün internetdən hər hansısa bir onlayn quiz götürə bilərsən. Find my level in English. Sənə hansısa səviyyə deyəcək, o səviyyədə yəni kitablar tapa bilərsən və məsələn ala bilmirsənsə kitab PDF tapa bilərsən, audio kitab tapa bilərsən, belə şeylər. Yəni hər bir yolla kitab oxumalısan ya da qulaq asmalısan. Nə qədər cümlə görsən, nə qədər cümlə eşitsən, o qədər sənin beynin alışacaq. Elə cür cümlə görürsən ki, deyirsən ki, bu cümləni niyə belə qurublar? Gedirsən, araşdırırsan, bu sözü niyə məsələn keçmiş zamanda veriblər? Burada niyə been sözünü veriblər? Burada niyə had sözü have verməyiblər, had veriblər? Nə qədər çox cümlə görsən, o qədər beynin vərdiş alacaq bu cümlələri qurmağa. Təsəvvür edin, 2 nəfər var. Biri 5000 cümlə oxuyub ingilis dilində, biri məsələn 200 cümlə oxuyub. Məsələn, tapşırıqlardan filan. O biri 5000 cümlə oxuyub. Daha çox ingilis dilinin üstündə hər gün işləyib, ona görə daha çox cümlə görüb. Tutaq ki, eyni qədər söz bilirlər, eyni səviyyədədirlər, qrammatikaları filan. Səncə o 2 nəfərin arasından hansına cümlə qurmaq daha rahat gələcək? Məsələn, normal danışıqda. İkisinin də tutağın eyni danışıq səviyyəsi var. Hansına daha rahat gələcək ki, cümlənin strukturunu düz qursun? Əlbəttə ki, 5000 cümlə görən adama. Ona görə çalışdığın qədər kitab oxu və bir də onu deyə bilərəm ki, mənim lüğət kitablarım ki, hansılar ki öyrənmişəm, yenə deyirəm. Lüğət kitablarına çox da fikir vermirəm. Daha çox sözləri ingilis dilində gördükcə özüm tərcüməsini filan tapıb oxuyuram. Amma işlətdiyim lüğət kitablarının ən yaxşıları onlar olub ki, sözü verir və mənasını verir və həmin sözün aşağısında 3 dənə nümunə cümlə verir ki, bu sözü 3 dənə fərqli cümlədə, 3 dənə fərqli yerdə işlədib. Tutaq ki, 5 ay ərzində 500 söz filan öyrənmisən. O 500 söz üçün hər sözün altında 3 dənə cümlə var da. Sən 1500 cümlə oxumuş olursan ingilis dilindən. İstəsən də istəməsən də sənin cümlə struktur qurma bacarığın artacaq. Yəni məntiqli gəlir də. Mən belə deyəndə çox sadə gəlir, çox məntiqli gəlir, amma nə qədər adam heç buna fikir vermir. Ona görə mən hətta bunu deyərəm ki, məsələn, lüğət öyrənirsənsə də, əzbərləyirsənsə də, götür həmin sözü, lap işlət, o qədər AI filan ChatGPT-yə gir. Denən ki, bu sözü 3 dənə fərqli cümlədə işlət. Sadəcə bu cümlələri oxu. Tərcümə eləyə bilirsənsə lap yaxşı, tərcümə eləyə bilmirsənsə araşdır. Soruş AI-dan bunun tərcüməsi nədir? Yəni həqiqətən də onsuz da bu AI bilir ki, süni intellekt indiki təhsil sistemi üçün düzdür, çox pis tərəfləri də var, amma həqiqətən də özün nəsə öyrənməyə çalışanda çox yaxşı bir şeydir. Bundan istifadə etmək lazımdır. Hansı sözü ki öyrənmisən, amma görsən ki, cümlədə işlədə bilmirsən, yeni sözdür məsələn, lüğətdən təzə öyrənmisən. Götür yaz ChatGPT-yə, bu sözün mənasını mənə ver və 3 dənə, 5 dənə fərqli cümlədə işlət və o cümlələrin məsələn tərcüməsini də mənə ver. Sən hər söz üçün belə eləsən, həm sözü daha çox görmüş olursan. Bir sözün nə qədər cümlədə görsən, nə qədər yerdə eşitsən, nə qədər yerdə desən, o qədər də əlbəttə ki, daha çox
vərdiş olacaq. Sənin şuur altına yatmış olacaq o söz. Həm o cəhətdən müsbətdir, həm də ümumiyyətlə ingiliscə nə qədər düzgün qurulmuş cümlə oxusan, sənin düzgün cümlə qurma bacarığın o qədər artacaq. Yenə deyirəm, mən belə deyəndə çox məntiqli gəlir ki, hə, əlbəttə ki, yəni cümlə çox görsəm, cümlə daha yaxşı quracam. Amma çox adam həqiqətən də buna fikir vermir. Lüğət deyə qalıb, söz bazası deyə qalıb, cümlə qurmaq qalıb qıraqdır. Lap söz bazan hamısını bil sözlərin. Cümlə qura bilmirsənsə heç bir faydası yoxdur. Videonun əvvəlində dediyim kimi nömrəmi yenə də qoyacağam ekrana. Bu nömrəyə WhatsApp-dan fraza sözü yaz. Sənə ingilis dilində ən çox, ən geniş istifadə olunan frazaları, onların tərcüməsini, mənasını, hər bir fraza üçün bir nümunə cümlə atacağam. Həmçinin əgər mənim gələcəkdə ingilis dili müəllimliyi, tutorluq elanlarımı qaçırmaq istəmirsənsə də bu nömrəyə yaza bilərsən. Gələn videolarda görüşənədək. Sağ ol.